Bağışlayan və mehriban Allahın adı ilə. Dəyərli izləyicilərimiz, Həyatın Ekranı 14 TV-nin efirində mübarək Ramazan ayına həsr olunmuş İlahi Ziyafət proqramının növbəti buraxılışında hər birinizi xoş gördük. Bizim bugünkü mövzumuz mübarək Ramazan ayının mənəvi fəzasıdır. Qonağımız isə ilahiyyatçı Elmir Vəliyevdir. Elmir bəy, xoş gəlmisiniz. Xoş gördük. Salamlayıram həm sizi, həm əziz izləyicilərimizi və məni dəvət etdiyinizə görə sizə xüsusi təşəkkür bildirirəm. Dəvətimizi qəbul edib gəldiyinizə görə biz sizə minnətdarlığımızı bildiririk, var olasınız. Ümumiyyətlə elə mübarək Ramazan ayı həqiqətən də çox böyük bir mənəviyyat ayıdır sözün əsl mənasında ki, belə bir deyim də var ki, bir Ramazan ayı daxilində insanlar bunu əyani şəkildə hiss edirlər və bitəndə bir həsrət olur. Elə ilk sualımız da elə birbaşa istədiyim mövzuya daxil olaq. Ümumiyyətlə, mübarək Ramazan ayı necə bir mənəvi fəzaya sahibdir? Bu haqda zəhmət olmasa. Təşəkkür edirəm. Mübarək Ramazan ayı əvvəla o qədər fəzilətli bir aydır ki, bilirik ki, Quran-ı Kərimdə adı çəkilən yeganə bir aydır. Bütün aylar Allaha məxsusdur. Bəli. Bütün yerlər Allaha məxsusdur. Bütün varlıqlar, var olunmuş hər bir şey Allahın məxluqudur, Allaha məxsusdur. Fikir versək, bəzilərin həmin o məxluqlar içərisindən, yaranmışlar içərisindən Allah seçir və xüsusi özünə nisbət verir. Bütün məkanlar Allahındır, amma Allah deyir ki, Beytullah, Allahın evi. Bəli. Kəbə haqqında. Bütün aylar Allahındır, gəlir mübarək Ramazan ayı haqqında Allah buyurur Şəhrullah, Allah ayı. Bəli. Hətta deyirlər ki, ayə ki var Quran-ı Kərimdə Allah insanı yaratdı və öz ruhundan ona üfürdü və nəfəxtu min ruhi, öz ruhumdan ona üfürdüm. Hətta deyir ki, orada da Allahdan nəsə qopub insana gəlmədi. Allah nəsə belə üfürmədi maddi olaraq. Sadəcə insanın ruhu o qədər müqəddəsdir, o qədər dəyərlidir ki, Allah özünə nisbət verir ona. Deyir, öz ruhumdan üfürdüm. Allah yenə orada da ruhu özünə nisbət verir. Necə ki, Şəhrullahı, Ramazan ayın özünə nisbət verir. Yəni, bu qədər fəzilətli bir aydır və insana mənəvi baxımdan çox kömək eləyir mübarək Ramazan ayı. Mübarək Ramazan ayının özünə məxsus bir fəzası var. Həqiqətən də mübarək Ramazan ayını yaşayanlar, mübarək Ramazan ayının orucunu tutanlar və bu ayda özünü dəyişməyə çalışan insanlar bu ayın fəzilətini və dəyərini başa düşürlər. Deyirlər ki, sanki eşitmişik belə insanlar. Deyirlər ki, sanki başqa bir aləmə düşürük bu bir ay. Sanki cənnətdə yaşayırıq. Qəribə bir ab-ı havası var, fəzası var və insana çox kömək eləyir. Hədislərə də baxanda görürük ki, açıq-aşkar həqiqətən də belədir ki, mübarək Ramazan ayının mənəvi fəzası insana kömək eləyir. Əvvəla bunun üçün ki, cənnətin qapıları açılır, futihət əbvabul cənnə, cənnətin qapıları açılır və cəhənnəmin qapıları bağlanır, şeytan zəncirlənir. Yəni, şeytanın o qüdrəti, gücü məhdudlaşdırılır. Bu baxımdan mənəvi fəzası insana kömək eləyir. Bu tərəfdən də insan özü artıq iradə eləyir. İnsan özü səy göstərir. Başqa aylarda belədir ki, başqa aylarda insan öz istəkləri ilə yaşayır, insanın ürəyi nə istəyir, onu yeyir, içir və bu da təbii olaraq insanın cisminə, insana bioloji baxımdan təsir göstərir, onun müəyyən hisslərini gücləndirir, qüvvətləndirir və belə olanda insan bəzi hisslərinə idarə eləyə bilmir, həmin o hisslərin insana güc gəlir, amma mübarək Ramazan ayı bu baxımdan da insana hətta kömək eləyir. İnsan oruç tutmaqla həmin o qərizələr ki var, istəklər ki var, onların qarşısını alır və nəfsini tərbiyə etməyə çalışır. Bu baxımdan insanın həm öz iradəsi, həm də mübarək Ramazan ayının özünün o mənəvi fəzası, gücü insana kömək eləyir. Biri var, baxın, bizim günahlara əksər vaxt insanın günaha düşməsində səbəb budur ki, birincisi insanın nəfsi var. İnsan
günaha meyllənir, təbiəti belədir. Və bir də ətrafda da, ətraf mühitdə belə bir şəraitdə insana kömək eləyirsə əgər, insan günah eləməsi üçün əlin hara atırsa, sağda, solda bir şərait varsa, burada insan artıq özünü idarə etməsi çətin məsələ olur. Ətraf mühitin təsiri, insanın daxilində olan günaha meyilli nəfsi istəklər artıq insana qalib gəlir. Amma mübarək Ramazan ayında bunların ikisi də məhdudlaşdırılır. Ətraf mühitin fəzası insana kömək eləyir. Mübarək Ramazan ayının özünün fəzası insana kömək eləyir. Allahın lütfi, rəhməti insana kömək eləyir. Bir də insanın öz iradəsi ki var. Mən dəyişmək istəyirəm, mən nəfsimə qarşı gedirəm, mən nəfsimin istəklərini cilovlayıram, onları zəiflədirəm. Mənəvi baxımdan da insan iradə eləyir ki, dəyişilsin və bu iradəsi də insana kömək eləyir. Bu baxımdan mübarək Ramazan ayının insana köməyi çoxdur. Bilirsiniz, hədislərə də baxanda deyir ki, insan əgər mübarək Ramazan ayının dəyərini bilsəydi, başa düşsəydi, Allahdan istəyərdi ki, ilin bütün günləri, bütün ayları Ramazan ayı olsun, oruc olsun. Görün nə qədər fəziləti var, görün nə qədər dəyəri var. Kaş insan başa düşsün. Bizim əsas problemlərimizdən də biri budur ki, bu həqiqətləri biz eşitmirik. Bu həqiqətlər üzərində düşünmürük. Həqiqətən də əsas problemlərimizdən biri budur. Bizim əgər biraz hövsələmiz olsa, biraz özümüzlə məşğul olmağa həvəsimiz olsa, özümüzü islah etməyə həvəsimiz olsa və bu Allahdan bizə gələnlər haqqında biraz düşünüb təfəkkür etməyə çalışsaq, görərik ki, həqiqətən də elə belədir ki, elə ilin bütün ayları, bütün günləri Ramazan ayı olsun. Başa düşmürük deyə bizə çətin gəlir. İlahi, Allah eləməsin. Yox, hətta mübarək Ramazan ayı çıxanda bəzən də sevinirik ki, şükür Allaha. Hətta müsbət mənada olsa da, şükür Allaha, Allah əvvəla nəsib elədi. Bu orucları tuturuq və tutub bitirərik inşallah. Bir də ki, ilahi nə yaxşı ki, məsələn, mənfi mənada da nə yaxşı ki, canımız qurtardı, belə yox. Əgər bərəkətin və fəzilətin başa düşsək, Allahdan istəyərik ki, il uzunu elə mübarək Ramazan ayı olsun. Quran-ı Kərimdə də baxırıq, görürük ki, peşman olanların əsas gətirdikləri məsələ bundan ibarətdir ki, biz eşitmədik, biz düşünmədik. Allah cəhənnəm əhlinə belə buyurur, Quran ayəsidir. Onlara deyərlər ki, elə ki, cənnət əhli, cəhənnəm əhli ayrıldılar, cəhənnəm əhli gedir əzaba. Onlara deyərlər ki, bəs sizə xəbər verən gəlməmişdi, sizə peyğəmbər gəlməmişdi. Onlar deyərlər ki, qalu bəla, deyərlər ki, yox gəlmişdi, bizə xəbər verən gəlmişdi. Amma biz onları təkzib elədik, onları inkar elədik və dedik ki, siz açıq-aşkar azğınlıqdasınız. Peyğəmbərləri inkar elədik. Sonra buyururlar ki, Allah onların dilindən Quran ayəsi. Ləv kunna nəsməu əv nə'iqilu mə kunna fiyə əshabis səir. Əgər bizim eşidən qulağımız olsaydı, əgər biz eşitsəydik və düşünsəydik, təfəkkür eləsəydik eşitdiklərimizin üzərində, bugün biz peşman olmazdıq, bugün biz əzaba getməzdik. Demək, bizim əsas problemlərimizdən də biri budur ki, biz eşitmirik, eşitmək istəmirik. Qulağımızı haqqa qarşı bağlamışıq. Eşitmirik deyə biz axırda bədbəxt oluruq, Allah eləməsin. Yəni ki, cəhənnəm əhlinin baxın gətirdiyi əsas səbəb budur. Əgər biz eşitsəydik və eşitdiyimizin üzərində düşünsəydik, Peyğəmbər gəlib ki, insanları düşüncəyə dəvət eləsin. Mən Quran-ı Kərimdən hətta indi söhbətimizin davamında gözəl bir ayə də qeyd eləyərəm. Elə yeri gəldi, yadıma düşdü. Düşünmək mühüm məsələdir. Peyğəmbər gəlib ki, insanlar düşünsünlər. İnsanları düşünməyə, təfəkkürə Peyğəmbər dəvət edir. Bu din, baxın, kör-köranəli bir dini deyil. Bu dinin Quran-ı Kərimə baxırıq, əksər ayələr düşünməyə insanı dəvət edir. Məgər düşünməzsiniz. Quranda Allah misal çəkir, axırda gəlir, qeyd vurur ki, bu məsələdə düşünənlər üçün, ağıl sahibləri üçün ibrətlər var. Əgər insan düşünsə və həmin o ibrəti götürürsə, tuta bilirsə və həyatına gətirə bilirsə,
nə xoş həmin o insanın halına. Baxın, bu günləri əksər bu dindən üz çevirənlər ki var. Hətta dini məsxərə eləyənlər ki var, istehza eləyirlər. Allahı, Peyğəmbəri, Quranı, müsəlmanları, inanclı insanları. Bunların da əsas problemlərindən biri düşünmə məsələsidir, eşitmə məsələsidir. Əksəriyyəti heç oturub Quran barəsində bir araşdırma aparmayır. Bəli. Quran nə demək istəyir? Ümumiyyətlə bu qədər biz danışırıq, biz nə demək istəyirik insanlara? Peyğəmbər gəlib, Peyğəmbər insanlara nəyi demək istəyirdi, nəyi çatdırmaq istəyirdi? Yaxşı, məndə, başqalarında danışanlarda əgər qüsur varsa, ən azından Allahın kitabı sənin əlindədir, Allahın kitabını aç, oxu ki, başa düşməyə çalış. Bəli, ilkin mənbədir və başa düşməyə çalış ki, mənə nə demək istəyir Allah? Əgər bundan sonra da qəbul eləməsən, demək ki, səndə problem var. Çünki Allah Quranda buyurur, İbrahimin dinindən nadan və ağılsızlardan başqa, səfiyələrdən başqa heç kəs üst çevirməz. Və mən yərğəbu ən milləti İbrahim və mən yərğəbu ən milləti İbrahim illa mən səfihə nəfsə. Səfih və nadanlardan başqası İbrahimin dinindən üst çevirməz. İbrahimin dini ilə, təkallahlılıqla insan tanış olandan sonra, onda olan faydaları görəndən sonra ağıllı insan bu dinə tabi olar. Allah açıq-aşkar deyir ki, nadan insandır ki, bu dindən üst çevirir. O ərəb gəlmişdi Mədinədən. Oğuz və Xəzrəc qəbilələr ki var idi Mədinədə. 100 illik müharibə aparırdılar bir-birləri ilə. Artıq özləri də yorulmuşdu müharibədən, qan tökməkdən. Gəlib bu qəbilələrdən birinin nümayəndəsi Qureyşdən kömək istəməyə Məkkəyə. Ki, bizə kömək eləyin düşmənə qarşı. Bu da deyir ki, Qureyşin nümayəndəsi deyir ki, vallahi bu dəqiqə bizim aramızdan bir kişi çıxıb, özünə deyir, mən Peyğəmbərəm, bizim insanları yoldan çıxarır, ata-baba dinimizi, bütlərimizi aradan aparmağa çalışır. Özümüz bu dəqiqə öz hayımızdayıq, onunla məşğuluq. Bu da eşidib, baxın, Mədinədən, Yəhudilərdən belə bir Peyğəmbər gələcək. Deyir ki, hardadır o Peyğəmbər, mən onu görmək istəyirəm. Deyir ki, o oturub Kəbənin yanında öz dinindən danışır. Deyir, mən gedim onu görüm, görüşüm onunla. Gedəndə deyir, amma sənə bir tövsiyə verim, qulağını tutarsan. Qulağına pambıq tax, əli ilə tut ki, onun sözlərini eşitməyəsən ki, o tilsimə salır insanlar. Bizim də qəbilədən, bizim ətrafdan da neçəsini öz təsirinə salıb. Deyir ki, yaxşı, çox sağ ol. Gəlir, əllərin qulağına tutub, Kəbəni təvaf eləyir. İslamdan da əvvəl təvaf məsələsi var. Təvaf eləyir, görür ki, Peyğəmbər də oturub və insanlara nələrsə danışır. Öz-özünə düşünür ki, deyir, mən nə ağılsız hərəkət edirəm. Mən nə ağılsız hərəkət edirəm. Əlimi tutmuşam qulağıma, sözünü eşitməyim. Hələ bir açım qulağımı görüm, bu kişi nə deyir, nədən danışır? Qaydacım öz qəbiləmin yanına məndən soruşacaqlar, onlara deməli bir sözüm olsun. Gəlir Peyğəmbərin yanına, Peyğəmbər də o dövrün əsas sosial-ictimai problemlərindən danışır. Ənam surəsinin ayələrindən insanlara oxuyur ki, yoxsulluq üzündən övladlarınızı, uşaqlarınızı öldürməyin. Bəli. Ədalətli olun, izə qultum fə'dilu və ləv kənə zə qurba. Ədalətli olun danışanda, hətta öz qohumlarınızla bağlı olsa da, qohumlarınızın əleyhinə şahidlik etsəz də doğru danışın, düz danışın. Yəni tərəf tutmayın. Bəli. Və bil valideynə ihsanən, valideynlərinizə yaxşılıq eləyin. Belə Qurandan ayələr oxuyur. Bu deyir ki, bizim elə dərdimizin dərmanı bu təlimlərdir. Bu sözlərdir, bu kəlmələrdir və gəlir Peyğəmbərin yanına və həmin o məsələləri öyrənir Peyğəmbərdən. Baxın, 1400 il əvvəlki ərəb ağılın işlətdi, əllərin qulaqlarından çəkdi, söz eşitsin, söz eşitsin. Yəni ki, gəlin, bəzi insanlara da fürsətdir buradan səslənək ki, 1400 il əvvəlki ərəb qədər bir ağlımızı işlədək, eşitməyə çalışaq, söz eşitməyə çalışaq, həqiqəti eşitməyə çalışaq və onun üzərində düşünək, ondan sonra görək ki, bu dinə əməl etmək məsləhətdir yoxsa məsləhət deyil. Allahın gətirdiyi bütün təlimlərdə insanın xeyri yatır. Məsləhət və məfsədə. Vaciblərində, namazında, orucunda Allahın məsləhəti var, qadağalarında
fəsad var, insan üçün ziyan var. Yəni hamısı hikmət əsasındadır. Çox təşəkkür edirik sizə həqiqətən. Çox könül oxşayan bir giriş oldu, müqəddimə oldu mövzumuza. Ümumiyyətlə elə bir ərəbin əhvalatını danışdınız. Qəbilədən gələn və Peyğəmbərin hüzuruna müşərrəf olan. Həqiqi mənada insan ağlını işlədəndə çox şey nail ola bilir, amma insan gərək o məsələlərə qarşı ehtiyacını da həqiqi mənada hiss eləsin. Çünki qeyd etdiyiniz ərəbin ciddi ehtiyacı var idi qəbilələr arası, ona görə eşidə bildi. Və bizim də ən ciddi ehtiyaclarımızdan biri elə bəşəriyyət tarixində də, bugünümüzdə də, elə gələcəkdə də inkişafdır, mənəvi inkişafdır ki, bu ümumiyyətlə mübarək Ramazan ayına məhdudlaşmır, amma Ramazan ayı bir çox ibadətlərin, itaətlərin, ümumiyyətlə mənəviyyatın zirvəsi olduğuna görə bu ayda daha çox rövnəqlənir, rəng alır bəzi mövzular. Mübarək Ramazan ayında mənəviyyatımızın inkişafı nə qədər önəm daşıyır? Bu haqda lütfən. Ümumiyyətlə, insan bunun üçün yaranıb. İnsan bu aləmə gəlib ki, naqislikdən kamilliyə doğru getsin. Bəli. İnsan, baxın, zatı olaraq günahkar şəkildə dünyaya gəlmir. Bəli. Yəni, xristiyanlıqda olan o təslis inancı və s. məsələlər ki var, onlar deyirlər ki, insan zatı olaraq günahla dünyaya gəlir, günahkar olaraq dünyaya gəlir. Bəli. Amma İslam təlimlərində insandan danışanda Allah buyurur ki, biz insanı təkallahlılıq fitrətində yaratdıq. İnsan Allah-şünasdır əslində, Allahı tanıya bilər, Allahla tanış ola bilər və fitrəti belədir. Fitrətində, fitrət yəni sadə dildə desək, insanın xəmiri bu cür yoğrulub. Bəli. Allahla yoğrulub, Allah məhəbbəti ilə, Allahı tanımaqlı ilə. Belə bir insanın qüdrəti var, belə bir potensialda yaranıb yəni insan. Və insan Allahı tanıya bilər. Fitrəti belədir. Və ona görə də gəlir insan sadəcə bu aləmdə Allah da ibadətləri bunun üçün verib ki, insanın ki, ruhu inkişafa meyillidir və belə bir potensialı var. Allahın hikmətinə zidd olar ki, insan o ehtiyaclarını verməsin. Necə insanın cisminin ehtiyacları var. Yeməyə, içməyə, mübarək Ramazan ayında oruç tutur. Allah insanı başa düşür də, özü yaradır. Əlbəttə. Memarı özüdür və bilir ki, bu insanın qüdrəti, gücü nə qədərdir ac qalmağa, susuz qalmağa, deyir ki, iftara qədər. İftar oldusa, sən azadsan artıq. Yəni, insan inkişafa meyillidir. İnsan mənəvi baxımından inkişaf eləyə bilər, Allaha yaxınlaşa bilər və bunun üçün də Allah insana gətirir, bu dini verir. Mübarək Ramazan ayında mühüm məsələdir ki, insanın mənəviyyatına kömək eləyir. İnsan ilə mübarək Ramazan ayında bu fürsəti dəyərləndirməlidir, qiymətləndirməlidir. Mübarək Ramazan ayında, mübarək Ramazan ayı mənəviyyat ayıdır, paçlıq ayıdır. Mübarək Ramazan ayında insanın imkanları çoxalır da, belə deyək. Bəli, əlbəttə. Nəfslə mübarizə üçün, şeytanla mübarizə üçün Allah insana çoxlu imkanlar verir və bu imkanlar vasitəsilə insan o mənəvi gücünü, qüdrətini çoxaldır. İnsan, baxın, belə olmalıdır ki, qüdrətli insan olmalıdır. Bəli. Mənəvi baxımdan insan qüdrətli olmalıdır. Mənəvi baxımdan insan qüdrətli olanda heç bir hadisə insanın əzmini sındıra bilməz. Bunu söhbətlərimizdə də demişik. Baxın, din gəlir insanı hansısa o mənfi hallarla və yaxud da müvəqqəti insanı sıxıntıdan, əziyyətdən qurtaran başqa şeylər kimi insanı təsəlli eləmir. Din gəlir, insana deyir, səbirli ol. Din gəlir, insana deyir ki, dinə əməl etməklə öz mənəviyyatını gücləndir, öz iradəni gücləndir ki, özün qüdrətli olasan. Gəlir, insanı elə bir şəkildə tərbiyə eləyir ki, insan mənəvi baxımından qüdrətli olur. Mənəvi baxımdan qüdrətli olanda artıq nəfslə mübarizə insan üçün asanlaşır. Heç bir hadisə insanın əzmini sındırmır. Heç bir müsibət, heç bir çətinlik insanın əzmini sındıra bilmir. Çünki insan mənəvi baxımdan qüdrətlidir. Bəli. İradəsi var insanın. Baxın Həzrət Peyğəmbərə. Həzrət Peyğəmbərin o iradəsinin əzmini heç nə sındıra bilmir.
3 il Şəbi Əbi Talibdə ac-susuz qaldılar, çətin vəziyyətdə qaldılar. Peyğəmbər və bir sıra səhabələr, yaxınlar. Çünki iradələri var idi. Bəli. Möhkəm iradə sahibi idilər. Bəli. Ona görə də heç bir sıxıntı, əziyyət bunları İmam Hüseyn ağaya baxın Kərbəlada. İmam Hüseyn ağa o qədər qüdrətli insandır ki, qarşısında 30 min qoşun, o qədər düşmən, o qədər ləşkər, o qədər qətillər, əzizlərinin, körpə balasının oxlanması, qanına qəltan olması, bütün hamısını İmam Hüseyn ağa görürdü. Amma İmam Hüseyn ağa bunlara dözə bilirdi, səbir eləyə bilirdi. Çünki mənəvi baxımdan İmam Hüseyn ağanın gücü var, qüdrəti var. Bəli. Və dinin təlimləri də bunun üçündür. Mübarək Ramazan ayı da bunun üçündür və fürsətdir bizim üçün ki, bu ayda biz iradəmizi gücləndirək. Bəli. İradə mühüm məsələdir. İradə insanda olarsa, insan mübarək Ramazan ayından maksimum istifadə eləyəcək. Mübarək Ramazan ayında qiymətləndirəcək, dəyərləndirəcək bu ayı. Orucun tutacaq, ibadətlərin eləyəcək, duaların oxuyacaq ki, insan istəyir ki, məndə nəsə olsun, məndə bu ayda bir dəyişiklik olsun, başqa aylarla bu ayımda bir dəyişiklik olsun. Bəli. Bu baxımdan mübarək Ramazan ayı mühüm məsələdir və mənəviyyat ayıdır. Mənəviyyat ayıdır deyə bizə kömək eləyir deyə mübarək Ramazan ayında elə biz maksimum o mənəvi fəzadan istifadə etməliyik. Maksimum istifadə etməliyik ki, nə bilirik, bir də əlimizə düşəcək ya yox. Allah təşi qismət eləsin, gələn mübarək Ramazan aylarında Allah nəsib eləsin hamımıza, izləyicilərimizə. Amma həqiqətən də fürsətdir, insan dəyərləndirməlidir. Bəli. Ki, İlahi kömək elə, sən də kömək elə. Allahdan kömək istəyək bu aylarda ki, İlahi sən də kömək elə ki, mən istifadə eləyə bilim, mən binəsib qalmayım bu aylardan. Bu ayın rəhmət, bərəkət, məğfirət günləridir. 10 günlər ki ayrılır, 30 gün rəhmət, bərəkət və məğfirət günləridir. Yəni Allah hər tərəfdən insana kömək eləyir, hər tərəfdən insana yardım eləyir ki, insan dəyişilsin, insan inkişaf eləsin, insan iradəli olsun, insan qüdrətli olsun. Bu baxımdan mübarək Ramazan ayı böyük fürsətlər yaradır bizlər üçün. Təşəkkür edirik Elmir bəy bu təfərrüatlı cavablamaya görə. İnanırıq ki, bu mübarək günlərdə, bu mübarək ayda tamaşaçılarımız üçün də çox faydalı olacaq. Ümumiyyətlə bir sual var ki, elə hər birimizi çox vaxt düşündürür, ələr xüsusdan tamaşaçılarımız üçün çox maraqlı olar. Bu ayda Allah Taala bizə həqiqətən də sonsuz bəxşişlər əta eləyir. Hətta yuxumuzu belə ibadət qərar verir, nəfəsimizi belə ibadət qərar verir. Bəs bu ayda ki, biz bu qədər səy göstəririk, iradə göstəririk, müəyyən Allahın lütfüne, məhzərinə nail oluruq, müəyyən bəxşişlərə nail oluruq. Bəs Ramazan ayından sonra əldə etdiklərimizi biz necə qoruyaq, necə əlimizdə saxlayaq ki, əldə olunanlar boşa getməsin? Gözəl sualdır, lazımlı sualdır. Həqiqətən də insan üçün ən mühüm məsələ elə budur. Bəli. Əməl eləmək bəzən asan olur. Çox insan olar ki, əməl etmək onun üçün asan olsun. Amma etdiklərin, yığdıqların qoruyub saxlamaq çətin olsun. Bəli. Mühüm də olan budur. Mübarək Ramazan ayında ona görə o iradədən danışdıq, möhkəm əzmdən danışdıq. İnsan qüdrətli olmalıdır. Belə olmasın ki, insan fürsət axtarsın ki, Ramazan ayı haçan bitəcək, mən yenə də gedəcəm öz işimin dalıyca. Hətta yarı zarafatla da belə söz var. Şeytan oturub gözləyir bəzilərin, deyir, sən mənə lənət oxuyurdun, nə bilim, əl-qolun bağlanmışdı, sənin əl-qolun açılmışdı, narahat olma, indi Ramazan ayı çıxsın, gələcəm yenə də sorağı ola. Belə olmamalıdır. Yəni, insan həmin o iradə sahibi olarsa, iradəli insan olarsa, iradəsi möhkəm olarsa, təbii ki, o yığdıqlarını qoruyub saxlaya biləcək. Amma iradə insanda yoxdursa, zəifdirsə, yığdıqlarını asanlıqla əldən verə bilər. Və heyfdir, həqiqətən də insan əgər öz dəyərin, qiymətini bilirsə, o yığdıqlarını əldən verməsin. Yəni, Həzrət Peyğəmbər bir dəfə dedi ki, kim bir la ilahə illallah desə, cənnətdə onun üçün bir ağac əkilər. Sahabələr eşitdilər, dedilər, ya Rasulallah,
onda cənnət doludur ki, bizim ağaclarımızla. Peyğəmbər buyurdu ki, bəli, əgər yandırmasaz, əgər məhv eləməsəz, yəni ki, bu yığılanların məhv olması da var. Bəli, sığortalanmıyor. Bəli, arxayın olmayın. Can ruh bədəndən ayrılmayana qədər, insan dünya ilə vidalaşmayana qədər rahat otura bilməz. Bəli. Həm əməl etməlidir, göndərdiklərin üzərinə yenidən göndərməlidir, əməllər, mükafatlar, savablar. Həm də o yığdıqlarını da eyni zamanda qoruyub saxlamalıdır. Mühüm olan budur. Və Həzrət Peyğəmbərə, Peyğəmbər ki, bütün Peyğəmbərlər bunun üçün gəlib ki, insanlara həqiqətin yolunu göstərsinlər, bu bəlli məsələdir. Bəli. Və Həzrət Peyğəmbər də gəlib, sonuncu Peyğəmbər, Cümə surəsinin 2-ci ayəsində Allah buyurur ki, Peyğəmbər barəsində Huvəl-ləzi bə'sə fil-ummiyyin rəsulən minhum. Deyir, Allah onların arasından ummi olaraq Peyğəmbər seçdi. Ummi, yəni ki, heç bir yerdən elm öyrənməyən, heç bir yerdən dərs oxumayan, elm kəsb etməyən şəxsə deyilir. Ummi, yəni sözü, ana sözü, yəni anasından başqa heç kəsdən heç nə öyrənməyib. Nə öyrənibsən, yəni anasından öyrəndi. Başqa yerdən elm, yəni oxumayıb, elm öyrənməyib. Belə bir cəmiyyətdən belə bir Peyğəmbər biz seçdik. O Peyğəmbərin vəzifələri, işi nədən ibarət idi? Yətlu əleyhim ayatihi. Allahın ayələrin onlara oxusun. İndi ayəni də burada geniş mənada izah eləmək olar. Biri budur ki, elə Allahın Quranından, Allahın ayələrin, Qurandan ayələr oxuyurdu onlara. Və yaxud da varlıq aləmində olan hər bir şey ki, Allahın ayətidir, nişanəsidir. Həmin o nişanələri insanlara çatdırırdı. Hər birinin Allahın dəlili və sübutu nişanəsi olduğunu onlara çatdırırdı. Yəni, aləmdə Quran-ı Kərimə baxanda 2 nişanədən Allah bizə xəbər verir. Afaqi və ənfusi. Bəzi dəlillər var, insanın nəfsindədir, insanın canındadır, özündədir. Bəzi dəlillər, nişanələr var ki, afaqdadır, yəni ətrafdadır. Bəli. Varlıq aləmindədir. Yəni, Peyğəmbər həmin o ayələri insanlara izah eləyirdi. Özdə yətlu kəlməsi, yəni tilavət kəlməsi ilə gəlir. Tilavət odur ki, Quranı oxuyasan və oxuduqlarının üzərində düşünəsən. Yəni, Peyğəmbər insanlara həmin o nişanələr, ayələr üzərində düşündürürdü eyni zamanda. Və yüzəkkihim və onları təmizləyirdi, paçlaşdırırdı. Baxın, bunlar hər ikisi insanın ruhunun qidasıdır, insanın qəlbinin qidasıdır. Allahın ayələri barəsində düşünmək, Allahın ayələrini oxumaq və təmizlənmək, paçlıq, əxlaq, bunlar hamısı insan mənəviyyatının, ruhunun qidasıdır. Və yuəllimuhumul kitab və kitabı onlara öyrədirdi. Kitab da burada geniş mənada yenə də həm Quran-ı Kərim başa düşülə bilər, həm də ümumiyyətlə Allahın qanunları. Bəli. Baxın, Mübarək Ramazan ayı haqqında məşhur ayə ki var, Oruz ayəsi. Kutubə aleykumus-siyam kəma kutubə aləl-ləzinə min qablikum ləalləkum təttəqun. Sizdən əvvəlkilərə vacib olduğu kimi, oruc sizə də vacib oldu ki, təqvalı olasınız. Kutibə, yəni həmin o kitab sözünün kök hərfləri, yəni belə yazılıb, yəni belə qərarlaşıb Allah tərəfindən. Bəli. Yəni Allahın qanunları gəlib sizə. Burada da və yuəllimuhumul kitab və kitabı, yəni Allahın qanunlarını, Allahın istəklərini sizə öyrətsin. Ümmətə, insanlara öyrətmək üçün Peyğəmbər gəlib. Vəl-hikmə və hikməti insanlara öyrətmək üçün gəlib Peyğəmbər. Bir neçə Peyğəmbərin vəzifəsini sayır. Hikmət də odur ki, yəni insanın həyatına yön verən, insanın talehi və müqəddəratı haqqında mühüm suallara cavab verən məsələlərdən Peyğəmbər xəbər versin. O suallar ki, onlara cavab tapmaqla insanın həyatından
nələrsə dəyişir. İnsanın həyatının istiqaməti dəyişir. İnsan bilir ki, cənnət var, axirət var, hesab var, kitab var. İnsan müstəqil, azad iradə sahibidir. Bütün bunlardan Allah var. Yəni bütün bunların hamısından ki, din gəlir bizə xəbər verir və bu hikmətdir. Artıq bunları başa düşəndən sonra insanın həyata baxışı dəyişir. Bəli. İnsanın həyatına yeni bir yön verir, yeni bir istiqamət verir. Yəni hikmət odur ki, insanın həmin o fundamental suallarına, insanın həyatını dəyişən məsələlərə, suallara cavab versin və Peyğəmbər gəlib ki, bu hikməti insanlara çatdırsın, başa salsın. Belə olanda insan öz dəyərin və qiymətini biləcək. Baxın, bir gəldi əxlaqi məsələlərdən insanlara danışdı, yüzəkkihim onları təmizləsin, paçlaşdırsın. Bu insanın ruhunun və qəlbinin qidası oldu və yuəllimuhumul kitab və kitabı onlara öyrətsin. Bu da insanın əməli, qanunları insanlara öyrətsin. İnsanın əməli tərəflərinə aiddir, cisminə aiddir, insanın bədəni ilə yerinə yetirməli olduğu işlərdir, rəftarına aid olan məsələdir və hikmət məsələsidir ki, bəsirətdir, həqiqətlərə baxışdır. İnsan ki, belə bir düşüncəyə sahib oldu, belə bir məsələlərdən xəbəri oldu və həyata bu baxışla baxdı, insan öz dəyərin və qiymətini başa düşəcək. Allahın insana verdiyi dəyəri və qiyməti insan başa düşəcək və bu yolda daha çox çalışacaq və yığdıqlarını qoruyub saxlamağa çalışacaq. Bizim yəni etdiyimiz əməllər, tutduğumuz orucları, etdiyimiz ibadətləri, əməlləri məhv etməməyimiz üçün bu kifayətdir ki, bilək ki, biz çox dəyərliyik, biz çox qiymətliyik. Allah bizə dəyər verib, qiymət verib, bizə Peyğəmbər göndərib, bizə din göndərib, mübarək Ramazan ayını bizə göndərib, ümumiyyətlə bizə qanunlar göndərib, şəriət göndərib. Allahın mənə verdiyi dəyərdir. Demə, mən dəyərli və qiymətli bir varlığam. İnsan bunu başa düşsə, niyə günah eləsin? Günaha meyilli olmaz insan. Əlbəttə. Yəni, günah etməmək üçün bu kifayətdir ki, başa düşər ki, biz çox qiymətliyik, çox dəyərli varlığıq, Allahın əzziyik. Bəli. Bunu insan başa düşərsə, kifayətdir. Və mübarək Ramazan ayında sonunda bunu demək istəyirəm, Əhl-i Beytlə xüsusi bir rabitə insan qurmağa çalışsın bu aylarda. Bu ayın mənəvi fəzasını çoxaldan, insana bu aylarda kömək eləyən mühüm məsələ Əhl-i Beytlə ünsiyyətdir, Əhl-i Beytlə rabitədir. Bu aylarda onlardan gələn insan duaları oxusun, iftitah duası var məsələn. Bu dualardan insan istifadə eləsin, Əhl-i Beytin marifindən istifadə eləsin öz mənəviyyatı üçün və Əhl-i Beytin yaxşı olar insan həyatını araşdırsın, həyatını oxusun. Onlar nümunədir, insanlıq üçün nümunədir və o nümunələrə baxaq, təsirlənək və onların ən azı gözəl bir xüsusiyyətini məsələn götürək və öz həyatımıza gətirək. Bu da bizlər üçün mübarək Ramazan ayında böyük bir qənimət olar və necə ki, iftar vaxtında mərhum Üstad Hacı Şahin deyərdi, o ki, insan suyu götürür içməyə, yaxşı olar ki, insan bir anlıq İmam Hüseyin ağanın Kərbəlasını xatırlasın, susuz halını xatırlasın və belə olanda İmam Hüseyin ağa ilə ünsiyyəti və rabitəsi daha çox olar. İmam Hüseyin ağanın o müsibətinə daha çox yana bilər, daha çox başa düşə bilər və bu baxımdan da insan üçün çox faydalı olar ki, elə bu aylarda Əhl-i Beytlə rabitəmizi çoxaldaq. Çox təşəkkür edirik sizə. Həqiqətən çox könül oxşayan çıxış etdiniz. Mövzumuzla əlaqədar, ümumiyyətlə mübarək Ramazan ayına əlaqədar çox şaxəli məsələlər toxundunuz. İnanırıq ki, tamaşaçılarımız üçün də çox faydalı olacaq və onlar sizin çıxışınızdan da öz həyatlarına, ələlxüsus bu günlərdə qatqı qatmış olacaqlar. Dəvətimizi qəbul edib gəldiyinizə görə sizə bir daha minnətdarlığımızı bildiririk. Mən də sizə təşəkkür edirəm dəvət etdiyinizə görə. Allah sizlərdən razı olsun. Allah bu mübarək ayda tutulan orucları qəbul eləsin. Bu ayın feyzindən, bərəkətindən, fəzilətindən bizləri, izləyicilərimizi inşallah binəsib eləməsin. Amin. Və inşallah Allah izləyicilərimizlə birlikdə xalqımızı, müsəlmanları xoş günlərə çatdırsın və gələn mübarək Ramazan ayında yaşamağı bizlərə nəsib eləsin. Bu ayın gözəlliyindən və bərəkətindən bizləri binəsib eləməsin inşallah.
Amin. Çox Təşəkkür təşəkkür edirəm. edirik sizə, var olasınız. Dəyərli izləyicilərimiz, siz İlahi Ziyafət proqramını izləyirdiniz. Mütəal Allah bu mübarək ayda, bu mübarək günlərdə mənəviyyatımızı, daxili aləmimizi, daxili paklığımızı daha da rövnəqləndirməyi, daha da ucaltmağı və Allahın bəyəndiyi şəkildə mənəviyyatımızda ən uca zirvəni fəth eləməyi nəsib etsin. Növbəti buraxılışlardayıq. Allah amanında.